uşaqları yığırsınız ətrafınıza, onlara dərs keçirsiniz. Məqsədiniz isə tamamilə rəqs öyrətməkdən daha üstün, daha böyüdür. Bəli, bizim məqsədimiz ən birinci növbədə odur ki, uşaqlar, yəni bizə biraz kənd yeri olduğuna görə istəyirik həmişə, yəni təmənnasız olaraq da bəzi uşaqlar var ki, məsəl üçün imkansız ailələr olur bizdə. Həm o, həm məsələn şəhid ailələr olur. Hamısını dəvət edirik rəqs salımıza. Uşaqlar elə tək ki, bizim yanımızda həvəslənsin, rəqslə məşğul olsunlar. Biraz əsas pis vərdişlərdən uzaq olsunlar. Yəni əsas məqsəd onları nəzarətdə saxlamaq. Bəli, əsas məqsədimiz odur, ən çox. Və bu uşaqların hamısı Əmircan uşaqlarıdır. Əmircan uşaqlarıdır, Bülbülə uşaqlarıdır. Yəni əsasən bizdə kənd demək olar ki, birdir, Bülbülə, Əmircan. Qonşu olmaqlarına baxmayaraq, yəni bizdə bir tut ağacı var da, o ayırır bizim kəndimizi. Solu Bülbülədir, sağ Əmircan. Yəni uşaqların çoxsu və əksəriyyəti bu kəndlərdəndir. Özünüz tapırsınız o uşaqları, özünüz qapılarını döyürsünüz, yoxsa ki valideynlər gətirirlər? Bəzən elə olur ki, doğrudan da məsəl üçün imkanı çatmayan adam olur, məsəl üçün gətirə bilmir, doğrudan ona özümüz müraciət edirik və yaxud görürük ki, həvəsli uşaqdır, bəzi səbəblərdən gələ bilmirlər, onda özümüz döyürük qapısını. Amma yenə də bizi də tapırlar, sağ olsunlar. Nailiyyətləri var uşaqların? Var, əlbəttə ki, nailiyyətləri var. Yəni, dövlət tədbirlərimiz olur, konsertlərimiz olur, uşaqları çıxışlara aparırıq, bacardığımız qədər bizə dəstək olur, bizə də dəstək olurlar. O vaxtı belə bir söz demişdilər ki, Bruce Lee müəllimini üstələyib, öz müəllimindən yaxşı dalaşırdı. Və sizin yetirmələrinizdə sizdən yaxşı rəqs eləyə bilən var? Mən deyərəm ki, var. Özüm arada, məsəl üçün, qıraqdan baxıram, görürəm ki, məsəl üçün, məndən də yaxşı olacaqlar inşallah. Peki olsun. Mən düşünürəm ki, siz çox savab işlə məşğulsunuz əslində. Həm uşaqlara öyrədirsiniz, həm nəzarətdə saxlayırsınız ki, pis vərdişlərdən uzaq olsunlar və əksəriyyətin təmənnasız. Buna görə sizə təşəkkür eləmək istəyirəm. Çox sağ olun. Biz də sizə təşəkkür edirik ki, gəlmişsiniz. Bizi yad eləmişsiniz burada. Biz sizi yad eləmişik, amma biz bu gənclərin rəqs eləməyini də görmək istəyirik. Bu dəqiqə necə olasındır? Əlbəttə ki.